Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Bu günləri Trendyoldan vurduğum kargom gəldi. Mətbəx üçün ədviyyat qabıdır. 25 dənəli qablar vurmuşdum, ədviyyat qabları. Onlar gəldi, amma gecikməklə gəldi. Şükür yenə də yaxşı gəldi gəlməyinə, amma ki gecikməklə gəldi. İndi istəyirəm sizlərlə neçə vaxtdır bunun yolunu gözləyirəm ki, sizlərlə paylaşım, çəkim paylaşım. Çox gecikdi. Əslində 21-i gəlməli idi, amma 21-i gəlmədi. Gecikdi. Biraz gömrükdə problem oldu, belə deyim. Bəyan etmədə problem oldu. Elə, amma şükür bugünə, yəni gəldi, çıxdı. 25-də orqanizerlər vurmuşdum. İndirim var idi. Narıncı 30 kodundan, bir də özümün yəni Trendyolunda indirim olduğu üçün hardasa mənə bu 25-li orqanizerlər 17 manat 35 qəpiyə düşmüşdü. Çox yaxşı qiymətə düşmüşdü qızlar. Yəni endirimdən yararlananda, yaxşı endirimlər olanda Trendyol sərf edir. Yəni vurdum. Yaxşı da gəldi. 25-li yəni orqanizerdir. Çox yəni olanı da var idi, amma mən götürmədim. Mənə 25-li bəs edirdi. Ona görə də 25-li aldım. Sizlər necə qızlar? Sizlər də vurursunuzmu? Sizlərdə də belə gecikmələr olurmu? Allah eləsin, olmasın, belə deyim. Amma düzdür, olur da, indi gömrükdür. Yəni uzaq bir, yəni başqa ölkədən gəlir, olur bəzən problemlər Trendyolda. Bu isə yəni ətir, belə ətir deyim, krem deyim, yığmaq üçün orqanizerdir. Yəni yataq otağında triyajın qabağı üçün almışdım. Dedim ətirlərimi, kremlərimi yığım. Əvvəlcə yəni düz qoymamışdım, düz yığmadım, amma sonra gördüm ki, səhv yığmışam. O bir sözə fırladım, yəni düzəldi. Çox gözəl gəlmişdi qızlar. Yəni hər ikisi də gözəl gəlmişdi, problemsiz, yəni yaxşı gəlmişdi. Elə orqanizerlər də, bu da çox gözəl gəlmişdi. Elə xalamgilin yanına vurmuşdum AFA. Elə xalam götürmüşdü, sağ olsun. Mən də getdim, ondan götürdüm. Elə yol üstü Can Homa da girmişdim. Uşaqlar neçə vaxt idi bu şüşə çöplərdən istəyirdilər. Onlar 2 dənə onu götürdüm. Bir dənə də özümə liner. Sağ olsun xalam yenə də məni əli boş qaytarmadı. Həmişəki kimi. Yəni mən təmizləyici vasitələri çox yəni sevdiyim üçün bir dənə hamam təmizləyici yəni almışdı. Bir də Defektonun bu ətirini almışdı. Qızlar, mən o qədər, yəni başqa kosmetikalarını düzmədim. Çox elə, yəni deyim, kremlərdən istifadə edirəm. Yox, yəni elə bir yəni kremlərdən istifadə etmirəm. Mən çox demək olar ki, kosmetik vasitələrdən çox istifadə etmirəm. Ona görə də deyirsiniz ki, yəni elə də çox bir kosmetik vasitələri yoxdur. Yəni az miqdarda istifadə edirəm. Bacardığım qədər, belə deyim, qaçmıram, amma namaz qıldığım üçün hər dəqiqə istifadə etmirəm deyən, ona görə də məsələn çox alıb yığmıram. Yəni az kosmetik vasitələrim var. Burada da duxu açdım. Çox gözəl də iyisi var idi. Yasəmən iyisi gəlir, belə deyim. Qəşəng də iyisi var. Mənim yenə deyirəm, düzdür, ətirlərim belə qabda, böyük qabda çox deyil, amma mən hər zaman qramla ətir alıram. Yəni ona görə o qram balaca olduğu üçün bura yığmadım. Elə böyük qablar, belə qablarda aldığım üçün elə 3 dənə bunu qoydum. Qızlar, ədviyyatlarımı dedim sizlərlə yığım, elə bir qabları yudum, təmizlədim. Evdə olan evdə olan yəni ərzaqlar deyim, bayaq çaşdım, üzr istəyirəm. Evdə olan ərzaqları da dedim boşaldım, yəni köhnə qablarından boşaldım, təzə qablarına üstündə etiketlərini yığım sizlərlə birlikdə.
Sizler necə qızlar? Sizlər də istifadə edirsinizmi? İndi yəni bu Trendyolda bu qablar indi çıxmayıb. Yəni hamı da alıbdı, bilirəm, hamının da evində var. Sizlər də sevirsinizmi? Mənə xoş gəldi, yaxşıdır, rahatdır. Həm böyüklüyü, həm yəni rəngi də xoşuma gəldi. Belə deyim, üstünün etiketi də olmağı yaxşı oldu ki, onsuz da belə də görünür içərisi, amma üstünün etiketi də ona bir daha bir fərqlilik qatdı. Belə deyim. Evdə olan ərzaqlardan hansı ki əlimin altında olan ərzaqlar var idi, onlardan yəni doldurdum qablarına. Düzdür, başqa xırda ədviyyatları qoymadım. Xırda ədviyyatların özlərinin bankaları var idi. Ona görə o bankalardan boşaltmadım. Onlar üçcə paşa-başça bankalarım almışdım o vaxtları Almarketdən. Onlar da endirimdə idi. Elə onlara doldurmuşdum. Balaca, yəni müxəy olsun, darçın olsun, onları bu qablara yığmadım. Əlimin altında olan ərzaqlarımı doldurdum. İnşallah bazara gedəndə başqa çatışmayan ərzaqlarımı da alıb o birisi qablarımı da dolduracağam. Sizdən bir söz soruşum. Mən yəni etiketin üzərində tapmadım. Düzü sözü elə o qədər türk kanallarına baxmadığım üçün yəni qreçkanın nə olduğunu bilmədim. Yəni türkcə nə deyildiyinə, belə Azərbaycanca qarabaşaqdır bilirik. Yəni qreçka da rus sözüdür, amma türkcə bilmədim. Ona görə də heç qreçkanın adını tapıb etiketini yapışdıra bilmədim. Elə etiketsiz də qaldı. Mən belə çayları da alıb ətirli çaylarla qarışdırıram. Qablarına doldurduqdan sonra artıq qalanı bir salafanda saxlayırdım. İndi onu da boşaltdım. Dedim elə bir dəfəlik bu qablara yığım. Qızlar, sizlər necə? Sizlər də bu endirimlərdən yararlanırsınızmı? Sizlər də Trendyoldan mal indi bu dəqiqə hamı vurur, belə deyim. Yəni bu endirimlərdən yararlanırsınızmı? Endirimlər olanda yaxşı olur. Yəni daha ucuz düşür. Nəinki məsələn öz qiymətindən ucuz düşür. Mən də yararlandım bu endirimlərdən. Bu dəfə yəni Temudan vurmuşam, amma bilmirəm necə gələcək. Düzdür, keçən il vurmuşdum Temudan, ayaqqabı vurmuşdum. Biri keyfiyyətli gəldi, biri o qədər ürək açacaq, o qədər də keyfiyyətli olmadı. Amma bu dəfə özüm üçün paltar vurmuşam, yəni köynəklər vurmuşam, amma bilmirəm necə gələcək. İnşallah o da gələndə sizlərlə paylaşaram, sizlərlə bölüşərəm. Amma düzdür, yəni Temu, Trendyol kimi keyfiyyətli bəlkə də gəlməz, amma nəsə ürəyim, çünki keçən il biraz yəni yaxşı gəlmədi, ürək açan olmadı deyən, ona görə də hər zaman düzdür, Trendyoldan vurduğumuz malların hamısı yaxşı, mən vurduğum malların hamısı yaxşı gəldiyi üçün biraz Trendyolu Temudan daha üstün tuturam. Sizlər necə, heç Temudan vurmusunuzmu, paltar vurmusunuzmu? Mən birinci dəfəm idi ki, Temudan paltar vururdum. İndi bilmirəm keyfiyyəti necə olacaq, böyük olacaq, kiçik olacaq, yəni üzərimdə olacaq, olmayacaq, onu bilmirəm, amma vurdum, inşallah gələr, o da yaxın müddətdə gələr, onu da sizlərlə paylaşaram. Mən yəni əlimin altında dediyim kimi olan ərzaqları doldurdum, yığdım, üstünü etiketliyim sizlərlə paylaşım. Qızlar, sizlər necə? Sizlərin də fikirlərinizi gözləyirəm. Yorumlarda fikirlərinizi gözləyirəm. Düzdür, bilirəm, baxırsınız, görürsünüz, amma yəni yorumlarınızı gözləyirəm. Yorumlarda fikirlərinizi gözləyirəm. Baxıram, görürəm, yəni baxılır video, amma like sayı az olur, yorum az olur, abunə sayı az olur. Yəni baxıb keçməyin. Ən azından bir like edin və yaxud da yəni hansısa bir səhvim varsa da, hansısa bir nəyisə düzgün etməmişəmsə də onu
Sizi dəri hamınızı yorumlarda gözləyirəm. Vurdum etiketlərini də. Amma dediyim kimi qreçkanı tapmadım adını. Yəni türkçə adını bilmədim. Ona görə də vurmadım. Qalan etiketlərim, qalan qablarımda boş qablarım qaldı. Həmin o boş qabları da qoydum qırağa. Dedim başqa ərzaqlar aldıqca onları da dolduraram. Çox gözəl oldu qızlar, çox ürək açan oldu. Mənim xoşuma gəldi. Bilmirəm sizlər necə, sizlər də bəyənirsinizmi? Mən çox bəyəndim. Çox da gözəl gəldi. Gecikmələri yenə dediyim kimi gecikmələri olsa da çox əziyyət çəkdim bu, yəni bu malım gələnə kimi çox əziyyət çəkdim, amma şükür yaxşı gəldi. Sağ olun qızlar, Allah amanında qalın.